Gəlin belə bir sualın izahına baxaq. Eyni zamanda eyni istiqamətdə yola düşən iki yük maşını 5 saat yolda oldu. Birinci yük maşını 250 km getdikdən sonra məlum oldu ki, ikinci yük maşınına çatmaq üçün daha 10 km yol getməlidir. İkinci yük maşınının sürətini tapın. Gəlin bu məsələni bu yöndən baxaq. Deməli, 5 saat hər ikisi yolda olublar. Birinci maşında, ikinci maşında. İkisi də 5 saat yolda olub. Birinci yük maşını 250 km gedib. 5 saatı 250 km gedib bu öz yerində. Sonra məlum olub ki, ikinci maşına çatmaq üçün hələ 10 km-də getməlidir. Deməli, 250 gedib, plus 10 da getməlidir ki, bu gəlsin, neynəsin? İkinci maşına çatsın. Deməli, nə qədər getməliymiş? 260. Yəni, bizim ikinci maşınımız 260 gedib ki, bu da 250 gedəndə o birinə, yəni ikinciyə çatmaq üçün 10 km məsafəsi hələ qalıbmış. Əla. Deməli, biz bildik ki, ikinci maşınımız 260 km gedib. Bu 260 km neçə saata gedibdir? 5 saata gedibdir. Ona görə biz onun sürətini tapmaq istəyiriksə, məsafəni zamana bölərək sürəti tapırıq. 260-da 5-ə böləndə biz alacağıq 52-ni. Yəni, burada olacaq cavabımız D bəndi. Videolar yararlı olursa bəyənməyi və kanala abunə olmağı, paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.